Məzahir bəy, tövbə nədir və necə edilir? Tövbə lüğəvi mənada ərəb dilindən dönmək, qayıtmaq mənasını ifadə edir. Amma şəri islah baxımından, yəni termin baxımından bir qulun etdiyi günaha görə peşman olaraq bir daha o günaha dönməməyi, sözünü verməsi mənasını ifadə edir. Quran-ı Kərimdə Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu tubu ilallah tövbeten nasuha." Ey iman edənlər deyir, Allaha nasuh şəkildə tövbə edin deyir. Və digər bir ayədə də "Fəinə təshabun" buyurur. Bu gedişat haradır, hara gedirsiniz? Əslində qulun özünə bu sualı verməyi ilə başlayır tövbə. Mən artıq dayan, həyatım yanlışdır, səhvdir, xətadır, mən çirkab içindəyəm dediyi andan artıq tövbəni başlamış olur. Peyğəmbər sallallahu aleyhi ve sellem nədamət tövbədir buyurur, yəni peşmançılıq tövbədir buyurur. Bu səbəbdən də qul malına, canına, mülkünə, məqamına gələn zərərə görə əgər peşmançılıq hissi keçirib çəkinərsə, bu kamil mənada tövbə sayılmış olmaz. Əsl xalis tövbə əgər qul etdiyi günaha görə vicdanı sızlayırsa, öləydim də kaş ki bu işi görməzdim deyə o düşüncənin fərqində olursa, utancından üzü qızararsa, kamil mənada tövbə məhz budur. Ümumiyyətlə, hədis kitablarında Peyğəmbər sallallahu aleyhi ve sellem tövbənin şərtlərini bizə bu cür sıralayır. Bir, qul etdiyi günaha görə peşman olacaq. İkincisi, bir daha o günaha qayıtmayacaq. Üçüncüsü, o günaha qayıtmağı Allahın əzabına düçar olacaqmış kimi o düşüncədə olacaq. Dördüncüsü, əgər qul haqqına giribsə, həmin o quldan da halallıq almaq lazımdır. Ümumiyyətlə, xətasız insan yoxdur. Bütün insanlar günah eləmək iqtidarındadır. Ona görə də əgər günah eləyiriksə, bir müsəlman günaha düşürsə, gecikdirmədən dərhal tövbə eləməsində fayda vardır. Və ümidsizlik də təbii şeytandandır. Ümidsizliyə qapılmaq olmaz. Allah-u Teala'nın tövbə qapıları qiyamətə qədər açıqdır.